Toyuğu axşamdan duz, istiot və turşulayıb soyuducuda saxlamışdım ki, bu günləri ləvəngisini hazırlayım, sobada bişirim. Amma sonradan düşündüm ki, sobam bulaşınca elə bir dəfəlik plovun altında qazanda bişirim. Bir dəfə də bu üsulla bişirmişdim, çox bəyənmişdim. Ləvəngini hazırladım. Toyuğu da gördüyünüz kimi soba üçün hazırlamışdım. Amma fikrimi dəyiştirdikdən sonra toyuğu kürək hissəsindən kəsdim və turşu dəyməyən hissələrinə də turşu vurub üzərinə ləvəngini əlavə etdim. Ləvəngi içində qoz ləpəsidir, rondodan keçirdirəm. Soğanı da rondodan keçirdim. Mütləq malədə təmiz suyunu sıxıb atmaq lazımdır. Duzun, istiotun, bir də alça turşusunu vurub qarışdırıram. Ləvəngimiz hazırdır. Ləvəngi biraz artıq olduğu üçün çox hissəsini toyuğun üzərinə əlavə edirəm. Bir hissəsini də badımcan ləvəngi hazırlayacağım. Bu badımcanları da qışdan buzluğumda dondurmuşdum. Hazır dolmalıq badımcanlardır. Suda, qaynar suda pörtlədib, daş altında saxlayıb suyu tamamilə süzüldükdən sonra onları buzluğumda dondurmuşdum. Donu açılandan sonra mütləq içərisinə ləvəngi yığacağım. Plovumu da adi qaydada süzdüm. Düyünü 2 saat öncədən duzlu suda islatmışdım. Lobiyanı da axşamdan islatmağıma baxmayaraq, gec bişən olduğu üçün onu da ayrıca qazanda qaynatmışam. Düyü ilə də birlikdə qaynadıb süzürəm. Yanmaması üçün qazanın alt hissəsinə kər yağı və duru yağ qarışımı əlavə edib, düyünü də üzərinə əlavə edirəm, sarı kökünü və kər yağını əlavə edib saat yarım dəmə qoyuram. Badımcanların da donu açıldıktan sonra içərisinə duz, istiot, biraz alça turşusu vurub ləvəngi doldururam. Tavaya kər yağı əlavə edirik. Yağ əridikdən sonra badımcanları içərisinə düzürük və qapağını üzərinə yerləşdirib vam modda hər iki yüzü qızaranadək bişiririk. Mütləq vam modda bişirmək lazımdır ki, içərisinin ləvəngiləri də bişsin. Və artıq plovumuz da çox gözəl dəm alıb, tam saata baxdım, 1 saat yarım dəmə qoydum. Bu müddətdə həm plov çox gözəl dəm alır, həm də ləvəngi, toyuq çox gözəl bişir. Hazırlamamışsınızsa mütləq bu üsulu sınaqdan keçirdin. Çox dadlı alınır. Bu üsulla həm işığa qənaət etmiş olursunuz, həm də sobanız çirkləmədən tərtəmiz qalır. Hazırlayanlara nuş olsun. Hələlik.